Gəlin ingilis dilinin ən çox işlənən sözlərindən birini, yəni get feilini aydınlaşdıraq. O qədər çox mənası var ki, adamı çaşdırır, elə deyilmi? Amma əslində qorxulu deyil. İşi asanlaşdırmaq üçün gəlin bu sözü 3 sadə qrupa bölək. Belə daha rahat olacaq. Başlayaq birinci qrupdan, yəni get feilinin sahib olmaqla bağlı mənalarından. Məsələn, I got a new phone deyəndə, yəni yeni bir şey almısan, əldə etmisən. Yaxud maaş və ya qiymət almaq, qazanmaq mənasında da işlənir. Eyni məntiqdir. Həm də kiməsə nəsə gətirmək mənasında. Məsələn, mənə biraz su gətir. İndi keçək ikinci qrupa. Get həm də dəyişiklik və hərəkət bildirir. Bu çox vacibdir. Buradakı aşar söz olmaqdır. Yəni get bir vəziyyətdən digərinə keçidi göstərir. Məsələn, it's getting dark. Hava birdən-birə qaralmır, tədricən dəyişir, yəni qaralır. Eyni şeyi hisslər üçün də deyə bilərik. He got angry, yəni o əsəbi vəziyyətə keçdi. Sağlamlıqla bağlı da işlənir. Məsələn, she got a cold, yəni soyuqladı, xəstələndi. Və əlbəttə, hərəkət. Bir yerə necə çatmağı soruşanda da get istifadə olunur. Və nəhayət üçüncü qrupumuz. Burada söhbət anlamaq və hərəkətə keçməkdən gedir. Do you get it? Yəqin çox eşitmisiniz. Yəni başa düşürsən deməkdir. Çox rahat bir ifadədir. Kimsə nəyəsə razı salmaq üçün də get deyə bilərik. Məsələn, onu kömək etməyə razı saldım. Ya da bir işə başlamaq üçün. Let's get started, yəni gəlin başlayaq. Deməli, ümumiləşdirsək, 3 əsas məna var. Sahiblik, dəyişiklik və fəaliyyət. Bu qədər sadə. Bu üç qrupu yadda saxlasanız, get feili sizin üçün çox asan olacaq. Artıq sirri bilirsiniz.